Elə Aydın Bayramovdan qayıdan topa dəqiq zərbə indirdi Abdurcan və Zirənin qapısına yol tapdadı. Heyətlər ekranlarınızdadır. Gəlin elə start heyətlərlə tanış olaq. Köməkçiləri İvan Yanic və Dino Knezdi, 4-cü hakim Patrik Pavleşiçdi, UEFA nümayəndəsi isə Dragoş Hinçul, o Moldovanı təmsil edir. Uğurlar arzulayırıq və Xorvatiyalı Patrik Kolariçin stafetindən sonra Layne futbolçuları top oyuna daxil etdilər. Qismət Aliyev kapitanımız topladı. Yer verməyib, əvəzində isə Ayxan Hüseynov bugün start edildi. O da ilk oyunda ümumiyyətlə iştirak etməmişdi. Eren Aydın'ın ötürməsi İsa Cibrila. Ötürmə qapı qarşısına zərbə və endirmək mümkün olmadı bu epizodda. Ebrima Jarju topu tutdu. Konate topu yəqin ki David Volkova çatdırmaq istəyirdi, amma mümkün olmadı. Abdurrahman Badamosi Gambiyalı futbolçulardan biridir. Biraz əvvəl topu qəbul etdi, amma hücum yarımçıq qaldı. Eren Aydın əla gördü. Sağ tərəfdə Ayxan Hüseynov, Ayxan Hüseynov ötürməsi, Eren Aydın zərbə, qapı tutumu qatan təkrar zərbə, gol! Əhsən Eren! Eren Aydın! Erkən golla bizi sevindirir. Bravo! Hesab açıldı Sumqayıtda. Möhtəşəm ötürməydi. Rəqibin cərbə meydançasına etiraf etmək lazımdır. Ebrima Jarju yaxşı reaksiya nümayiş etdirmişdi, amma Eren Aydın ilk oyunda edə bilmədiyini bax bu oyunda etdi və ümumi hesabı bərabərləşdirdi. 1-1. Eren Aydın şanlıq etsə də gol vura bilmədi və qismət bugünəymiş. Eren Aydın hesabı açdı. Ebrima Jarju pressinqə alaydı, amma David Volkovdan komanda var idi demişdi Rəşad Sadıqov. Bizi də yaxşı təhlil etmişdilər. Belə bir fikir söyləmişdi Rəşad Sadıqov. Eren Aydın çox sürətlidir. Fırtına kimi irəliyir. Topu sağ açına ötürdü Ayxan Hüseynov və Qismət Aliyevdən dəqiq ötürmə gözünü ötürmə. Ebrima Jarju, İsa Cibrila. Top qapıya getmədi. Rəqib ölçədən top ilk. Konferans Liqasının ümrəli 2 neftçi də məhəl adlayan Dinamo Minsklə qalışmadan sonra. İsmət Aliyev. Yerli ötürmə. Yerinə zərbə indirə bilmədi. Kim vuracaq zərbəni? İbrahim Konate ötürmə zərbə. Ebrima Jarju, Ayxan Hüseynov zərbə indirmişdi. Qismət Aliyevin ötürməsi başla zərbə. Top qapının üstündən keçdi. David Volkov. Yenə qol vura bilərdik. Yenə rəqibi məyus edə bilərdik, amma zərbədə dəqiqliyi çatmadı, təhlükəli gəldik. Ayxan Hüseynov zərbə indirmişdi. İbrahim Konate'nin ötürməsindən sonra Ebrima Jarju pis qapı. Vəliyyəti texnik zamanda oyunu təbii ki, bax belə həyəcanla izləyirlər. Eren Aydın, İsa Cibrila topu irəli vurmaq istəyir payda futbolçuları. Topu qaytardı Ebrima Jarju. Eren Aydın zərbə! Ay! Top direkdən qayıtdı, çox baxımlı qol vura bilərdi. Eren Aydın topu necə fırlatmışdı. Ay! Az qalmışdı. Allah fırlatmışdı topu Eren Aydın. Bəxtimiz gətirmədi, rəqib şanslıydı. İkinci qola yenə yaxın olduq. Bəxtimiz gətirmədi. Top direkdən geri qayıtdı, amma təəssüf ki, qapı xəttini keçmədi. Mutsinzi. Ruan Renato. Ölkə Kuboku turnirində ötən mövsüm final oynadı. Zirə komandası İsa Cibrila. Ötürmə zərbə. İbrahim Konate fürsəti qaçırdı, sol ayaqla zərbə indirdi. İsa Cibrila'nın əməyi boşa getdi. Təəssüf ki, vurmaq lazım idi. Daha bir fürsət. Anc Mutsinzi. Ayxan Hüseynov. Sol tərəfə dəqiq ötürmə. Ruan Renato öndədir. Ruan Renato. İrəli ötürmə. David Volkova gəldi. Volkov zərbə. Bu nə zərbə idi?
Ayxan Hüseynov. Yaxşı ötürmə gözləyirik. Ayxan Hüseynovun ötürməsi. Başla zərbə. Mutsinci. Top qapını aralı keçdi və ilk hissəni yekunlaşdırır. Patrick Coleridge, Xorvatiyalı referi. Zitin Junior da əsas heyətdə yoxdur. Ayxan Hüseynov oynayır və vurulan qolda pay sahibi oldu deyə bilər. Düzdür, aktivinə məhsul ötürmə yazılmadı. Eren Aydın'ın ilk zərbəsi qol olmadı. İndi hal-hazırda Ayxan Hüseynovun ötürməsi və Brahim Konat'ın zərbə. Brima Jarju. Brahim Konat'ın fərqləməsini imkan vermədi. Yenə sürətli başladıq, yaxşı başladıq hissənin əvvəlinə. Ara ötürməsi mükəmməl idi Ayxan Hüseynovdan. Brahim Konat'a zərbə indirmək üçün imkan tapdı, amma Brima Jarju topu dəf etdi. Küncdən zərbə, Ruan Renat edək ki, bu rahat topu idi. Asan topu idi. İraniyan futbolçu Modu Sohna idi, amma topu itirdilər. İhsan Cibrila. Rəqibi cəzalandıraq, ötürmə. Eren Aydın, Ayxan Hüseynov və zərbə Yerinyadan Brima Jarju topu tutdu. Keyfiyyətli futbolçudur sözsüz Eren Aydın. Oy oy oy. Abdurrahman Badamosi və Modu Sohna zərbə. Out. Modu Sohna, bravo Yerinya, aferin. David Volkov. Ayxan Hüseynov müdaxilə. Hakim oyunu indir. Modu Sohna çevrildi. Oyama. Henrik Oyama. Ötürmə, Aryer. Təəssüf, gol. Henry Anyer. Anyer gola çevirdi. Henrik Oyama. Henry Anyer. Tarno King'in meydana bıraktığı iki futbolçu. Biri Eren Aydın. Eren çətin vəziyyətdəydi, topu ondan aldılar. İsa Cibrila araya girdi. Oynamaq olar, İsa Cibrila. Sürətindən istifadə etməyə çalışır, ötürmə Eren Aydın'a. İsa Cibrila. İsa Cibrila. Ötür artıq topu, ötürmə zərbə. Ay ay ay. Eren Aydın. Hara. Hara vurdun axı topu. İsa Cibrila. Mükəmməl oynamışdı. Hər iki futbolçu da əslində bu hücumun geri çatında. Yaxın məsafədən hara vurdun axı topu Eren? Heyf. Çox təbii. Top yenidən komandamıza qayıtdı. Ruan Renato. Yaxşı ötürmədi bu. Yaxşı gördü İsa Cibrilanın önü boş tələki. İsa Cibrila. Bəlkə bu dəfə alındı. İsa Cibrila. Ötürmə. Zərbə. Qismət Aliyev out. Yenə gol sevinci yaşamaq bizə qismət olmadı. Amin Seydiyev də görürük kənarda. O da dəstək olur komandalaşlarına kənardan. Uzun altı atışı. Başla ötürmə pisdə. Martin Junior. O da topu qapıdan kənara vurdu. Eren Aydın artıq meydanda yoxdur. Bir gol vurdu, amma bundan artıqdan nail ola bilmədi. Fürsətləri dəyərləndirə. Qapı qarşısına ötürməz zərbə və Brima Jarju topu tutdu. Anj Mutsinci. Mərkəzə ötürmə dəqiqdir. İsmail İbrahimli, Ruan Renato və Martin Junior, David Volkov, Martin Junior ardı gəlmədi. Tək topuşlu ötürmələrlə müdafiəni yarmaq istədiyi mümkün olmadı. David Volkov. Georgi Papunaşvili. Yaxşı ötürmədi bu. İsa Cibrila ötürmə qapı qarşısında Brima Jarju topu tutdu. Yenə alınmadı. Var. Qismət Aliyev topun yanındadır. Qismətin ötürməsi uzaq dirəyə doğru. Başla səbir Ruan Renato. Ay ay ay. Bu dəfə də olmadı. Yenə top qapıdan keçmədi. Dirəyə dəydi top. Ruan Renato. Vaxt itirdi növbəti dəfə. Ruan Renato'nun episodu. Başla zərbə indirdi. 50 oyun var burada. Nikita Baranov'un top əlinə dəymişdi.
Top Nikita Baranov'un qoluna toxunur. Ruan Renato'nun Barsa zərbəsindən sonra. Sonra direğe dəydi top. Geri qalıb. Əlavə olunan 4 dəqiqənin sonuna. Aydın Bayramovdan uzun ötürmə. Ruan Renato və top komandamızdadır. Zərbə top qapının üstünə keçdi. Ümumiyyətlə qapıya vura bilmədi. Pa Abduçam zərbə out. Bir qədərə çıxmışdı Aydın Bayramov. Və son fit səsləndi. Haydi. Sumqayıtda məğlub olmadı. 1-1 hesabı qeydə alınacağı maçında və ilk oyunda qazanılan qələbə sayəsində Paydı UEFA